Başıma göre gelmişim. Bu vəziyyətdə işdim gəldim. Allah Roşkanın qapısını açsın. İnşallah ki, azad qılasın. Tək Roşkan yox, elə iki həyat yaşayan, pariyatın həyat yaşayan, ailəsinin ona ehtiyacı olan tüm kişilərin qapısını açsın. Allah işimi orası almasın. Mən də orada olacağım. Bilmədədir. Yaxşı olar inşallah. Mən gördüm, gəldim. Allah kömək olsun. Yoxsa nə deyirsən, fərqi yoxdur. O qeyri yayınlara eləyən eləyəcək. Eləyən eləyəcək, amma günahsızda kimsə içəridə qalmasın deyə sözdən mən deyirəm. Allah qapısını açsın. Sən Roşka olan münasibətini bilirsən. Roşka mənim dostumdur. Roşka mənim dostumdur. Roşka ilə mən çoxdan tanışıram. Vermiş vaxtında tanışıram. Mən Qazizade Verişdə olmuşam. Ondan qabaq da bizim dostluğumuz var idi. Mənim ondan çox yaxşı münasibətim var. Mən belə deyim ya, qardaşım. Mən danışayım sən yəni. Burada yazılar, deyim özlərdə varkən elə gəlməyi deyim özüm nə deyirsən. Sən Roşka yetimsən. Ən azından yetimçiliyin müqəşi mən yaşayıram. Mən yoldaşım yetimsən, mənim uşaqlarım yetim yaşayıb. Bu uşaq ama həm dədəsini deyib, həm anasını deyib. Bunun yeri orada deyil. Ən azından deyim. Buna görə bizim səsimizə işlədir. Burada şəxsiz ki, mənim də səhvim var. Mənim bəlkə də hamıdan çox səhvim var. Burada bəlkə bir altını yetimin adama bəlkə mən heç 5 min istəmir. O demək deyil ki, amma bizim indi salam əleykum, bizi kim saxlasın məsələn nəsə. Səhvimiz var, səhvimizə görə də qalan var. Səhvimizə görə də. Nəysə görə, kiməsə görə yox. İndi Allah tutmasın inşallah. Kütlənin də yəni o təxribatına getməsinlər. Məsələn, kütlə bir sənət ədə. Burada bəşə mənim dediyim eləyəcəklər. Bax, bizim hamımızı tuturanda yaxşılarla bir yaxşı olur. Hamının haqqında kütlə olur. Hamının yaxşısını destek tutub, pisini destek tutub. Roşkan kütləsilsən biraz nətəydi. Mən çox oturdum lazım. Dedim, Roşkan hər şeyi eləmə. Mən də nə gün görüşüb çıxdım. Roşkan zəzəyə bilirdim, amma ona qədər dəstək olmuşam. Mən onu qardaşlıq vermişəm. Gəlirlər, yazıblar, qızışdırırlar uşaqları. Söy, məsələn, bunu elə, onu elə. Səbi insan da kimsə onun yanına satır, qardaş. Heç bir kişi özünə ailə söyüşü söyüşdürlər. Girirlər, yazırlar, çatda ailə uşaq söyüşü, bizimkilər də söyürdü, biz də söyürdük. Bizi söyləyənlər yaxşı insan oldu, qeyrətli insan oldu. Biz söyürdük, orada kütləni pisləyən, kütləni pis olan, tərbiyəsiz, kütlə uşağı. Niyə kütlə uşağı oluruz ki? Niyə də, niyə? Bu uşaq Allah qapısını açsın. Deməli, Allahın dostuna öyrənir. Mən gələm dedim, neçə vaxtdır gördüm, ürəyim tapşırdı, dedim, mütləq keçək. Allahın dostunu qeydimdən, kimə yazsın var. Quranın dostunu qeydim ora. Dostum sağ olsun. Görə bilsəm görürsünüz. Görə biləcək miyiz? Cəzə verirlər, nəsə edir ki, sən yaxşı bir şey hayatın. Belə dostlar, bizdə indi məlumat gəldi. Məlumat gəldi ki, Roşkanın artıq saxlayan ikinci şahid ifadə verir. Telefonlarla içəri keçməyə icazə verilmir. Roşkada nə olsa dostlar, ani bir məsələ olacaq. Onun da ki, mənim savayətimi saxlayan məsələdir demək. Bilirsən, başlayıb mı? Lağlağa edirsən bunu? Mənə lağlağa edirsin bu? Deməli, Roşkaya dəstək olaraq Adel gəlir, Doğanla gəlir və Laqa gəlir. Salam hər kəsə. Polis əməkdaşları, 4 nəfər polis əməkdaşı var idi. İkisi polis əməkdaşı gəlib ifadə verdi. Qaldı 2 dənə polis əməkdaşı. Onlar da növbəti prosesdə gələcək. İclası vaxtı barəsində məhkəmə üzrə məlumatlandıracaq. Dəqiq hal-hazırda məlumat yoxdur. Növbəti iclasda yalnız şahidlər dindiriləcək. Ondan sonra şahidlərin dindirilmə prosesi başlatandan sonra biz sualı barədə vəsatimizi verəcəyik. Çünki məhkəmə də şahidlərin dindirilməsindən sonra sualı barədə vəsat verilməyimizi bildirdi. Biz onu gözləyirik. Başqa Yəni ev fırsatlarına şartlar. Sualları İngilizcə verdi. Şahbadə rəsədət sözünün üstünə duraraq iclasda verdi. Yəni məhkəmə yenə eyni nəticəni təmin eləmədi ki, digər iclasda şahidlər gəlsin. Onları dindirək, daha sonra verəsi təşkil. Yaşar sizə çox sağ olun. Belə dostlar, canlı yəni istəsəm bitirə bilərəm. Yəni ki, proses bitdi.